Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm başqa bir hədisində bu cür nə buyurur ki, Rəcəb şəhrul istiğfar li ümməti. Rəcəb mənim ümmətimin istiğfar ayıdır. Fəkthiru fihil istiğfar. Bu ayda çoxlu istiğfar eləyin. Bu ayın zikirlərindən biri budur ki, Əstəğfirullah və əs'əluhut tövbə. İnsan bunu gündə 100 dəfə desə, xoş onun halına. İlahi, səndən bağışlanmaq istəyirəm və sənə tövbə eləyirəm. Hətta ərəbcəsini deyə bilməsə, Azərbaycancasını düşün. Çünki Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Allah bir mələk qərar verib. Rəcəb ayı boyunca gecələr o mələk nida eləyər. Tuba liz-zakirin, tuba lil-mustağfirin. Xoş olsun zikr əhlinə, xoş olsun Allahdan bağışlanmaq istəyənlərə. Ona görə buyururlar ki, Rəcəb ayının gecələrində Allahı daha çox zikr eləyin. La ilahə illallah zikrini daha çox deyin və Allahdan bağışlanmaq istəyin.